o üç şeydə mömin hesaba çəkilməz. Hansılardır? Təam və yakul. İnsanın yeyib içməyində mömin haqqı hesaba çəkilməyəcək. Əlbəttə ki, halaldan gedir söhbət. Halal yemək yedikdə gündəlik onun haqqı hesabı yoxdur. Nə yedin, niyə yedin və s. Və səvbun yəlbisuha. O paltar ki, o libaslar ki, mömin geyinəcək. O barədə də haqq hesab möminə olunmayacaq. Və üçüncü bizə lazım olan, mövzumuza yaxın olan məsələ və zəvcətun salihətun təavənəhu və yəhsinu bihə faracə. Və nədir? Gözəl bir xanımla, salih bir xanımla evlənməsi. Bir insan əgər bir salih bir xanımla evlənsə və onunla gözəl şəkildə yaşasa, o həm onun imanını, savabını, həm də onun dərəcəsini qaldırar. Və növbəti hədis.